Salam əziz izləyicilər, hər vaxtınız xeyir. Bugünkü mövzumuz kosmosda olan nebulalardır. Nebulalar haqqında sizə ətraflı məlumat verək. Nebulalar, kosmosun ulduz buludları. Nebulanın tərifi və əhəmiyyəti. Nebulalar ulduzlar arası məkan içindəki qaz və toz buludlarıdır və astronomiyada ulduzların yaranması, inkişafı və ölümü kimi proseslərin nəbzidir. Bu obyektlər sadəcə gözlə görünən şəkillər deyil. Onlar kainatın fiziki və kimyəvi strukturunu öyrənmək üçün fundamental mənbələrdir. Klassik elmi tərif etsək, nebulalar interstellar məkanında, yəni ulduzlar arası boşluqda hidrogen, helium və qismən daha ağır elementlərdən ibarət çox seriyələnmiş qaz və toz buludlarıdır. 19-cu əsrin sonlarına qədər bu söz qalaktikalarda əhatə edirdi. Amma müasir astronomiyada bu termin yalnız ulduzlar arası qaz və toz buludlarına aiddir. Nebulaların kimyəvi və fiziki tərkibi. Nebulalar əsasən hidrogen və heliumdan ibarətdir. Kainatdakı materiyanın ən çox yayılmış elementləridir. Daha ağır elementlər isə oksigen, karbon, azot və s. Nebulaların əsas tipləri. Elmi ədəbiyyatda nebulalar görünüş, tərkib və əmələ gəlmə mexanizmlərinə görə bir neçə növə bölünür. Emissiya nebulaları, refleks, yəni əks olunan işıq nebulaları, planetar nebulalar, supernova qalıqları və qaranlıq nebulalar. Emissiya nebulaları bu növ nebula ionizə olunmuş qazdan ibarətdir və ulduzların UV işığı ilə parlaqlıq yaradır. Orion nebulası bu qrupa aiddir. Refleks, yəni əks olunan işıq nebulaları. Bu nebulalar ulduzların işığını toz vasitəsilə əks etdirir, özü işıq yaratmır. Planetar nebulalar. Bu tip nebulalar orta kütləli ulduzların ölümü zamanı yaranan qaz qabarcıqlarıdır. Adları təsadüfən planetlərə bənzədikləri üçün belə qoyulub, amma heç bir əlaqəsi planetlərlə yoxdur. Supernova qalıqları. Bu nebulalar kütləvi ulduzların partlaması sonrası yaranan qalıqlardır və çox yüksək enerji ilə genişlənirlər. Krab nebula buna örnək ola bilər. Qaranlıq nebulalar. Bu buludlar qaranlıq və sıx strukturlardır. İçəridəki toz işıq utduğu üçün arxasındakı ulduzları gizlədir. Belə ki, qaz və toz buludu öz çəkisi altında qravitasiya çökməsinə məruz qalır. Bu proses zamanı bulud tədricən sıxlaşır, mərkəzi hissədəki temperatur qalxır və nəticədə nüvə reaksiyası başlayaraq yeni ulduz yaranır. Bu həm də göstərir ki, bizim Günəş sistemi də təxminən 4,6 milyard il əvvəl belə bir nebuladan yaranıb. Ulduzların ölümü və planetari nebulalar. Ulduzların həyat dövrü bitəndə, xüsusilə orta kütləli ulduzlar, məsələn Günəş kimi, öz xarici qatlarını kosmosa atır. Bu qaz buludu ionizə olunur və qısa müddət ərzində parlaq bir planetari nebula əmələ gətirir. Mərkəzdə qalan nüvə isə ağ cırtdan ulduza çevrilir. Bu çox sıx və isti obyektdir. Supernova qalıqları və energetik proseslər. Kütləvi ulduzlar öz həyatlarını supernova partlayışı ilə tamamlayır. Bu zaman ulduzların xarici qatları kosmosa ən yüksək sürətlə atılır. Nəticədə yaranan nebula çox enerjili və tez genişlənən olur. Krab nebula buna məşhur bir nümunədir. Bu cür nebulalar həm də neytron ulduzlar və pulsarlar ilə əhatə edilə bilər. Strukturları və fazaları. Nebulalar və ulduzlar arası məkanında strukturlar mürəkkəb fiziki proseslərə görə dəyişir. Həmin bu mürəkkəb fiziki proseslər isə molekulyar buludlar, şok dalğaları, ulduz kürəkləri aid olunur. Təcrübədə astronomiya bu strukturların spektroskopik analizini istifadə edir ki, maddənin kimyəvi tərkibi və hərəkətləri haqqında məlumat alsın. Tanınmış nebulalar və onların xüsusiyyətləri. Aşağıdakılar elmdə çox öyrənilmiş nümunələrdir. Orion nebula, Helix nebulası, Omega nebula, Yum nebula, Elephant Trunk nebula. Orion nebula aktiv ulduz doğum regionu deməkdir. Helix nebula planetari nebulası sayılır. Omega nebula geniş H2 region deməkdir. Yum nebulası böyük supernova qalıqları bulududur. Elephant Trunk nebula isə sıx ulduz doğum bulududur. Nebulaların astronomiyada rolu. Astronomlar nebulaları spektral analiz, radio müşahidələr və uzaq infraqırmızı teleskoplarla öyrənir. Bu bizə kainatın kimyəvi tərkibini, temperaturunu və ulduzlar arası mühitin dinamikasını açıq şəkildə göstərir. Hubble, James Webb və müasir kəşflər. NASA və ESA kimi agentliklərin Hubble və James Webb kimi teleskopları nebulaların detallı strukturlarını əldə etməyə imkan verir. Bu görüntülər və spektroskopik məlumatlar ulduz formalaşması, molekulyar bulud sahələri və kütləvi ulduzların rolu kimi prosesləri başa düşmək üçün
əsaslı elmi sübutlar verir. Nəticə olaraq bunu deyə bilərik ki, nebulalar kainatın strukturunun və ulduz inkişafının açarlarıdır. Onlar həm ulduz yaranmasına şərait yaradır, həm də ulduzların ölümü nəticəsində yeni materiya qaynağı olurlar. Elmi müşahidələr bu buludların kimyəvi tərkibini, dinamikasını və ulduzlarla qarşılıqlı münasibətini izah edir və bu izahatlar müasir kosmologiyanın əsas elementlərini təşkil edir. Diqqətiniz üçün təşəkkürümüzü bildiririk. Həmçinin nebulalar haqqında öz fikirlərinizi şərhlərdə yazın. Gələn görüşlərə. Sağ olun.